2026-cı il Azərbaycanda şəhərsalma və memarlıq ili elan edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrli zəngin bir keçmişi var. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının gələn il Bakıda keçirilməsi qərarı da Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir. Sərəncama əsasən Prezident Administrasiyası bununla bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim edəcək. Prezident İlham Əliyev bununla əlaqədar sosial media hesablarında da paylaşım edib.